ayrılmaz hissəsi halına gəlmiş mobil telefonlar sadəcə ünsiyyət vasitəsi deyil. Onlar ən kiçik siqnallar, mesajlar, sosial media bildirişləri və bu kimi xəbərdarlıqlarla beynimizdə kiçik stress siqnalları yaradır. Beynimizdə olan dopamin adlı maddə bizə xoşbəxtlik və məmnunluq hissi verir. Sevindirici zəng, mesaj və ya xəbər aldığımız zaman dopamin səviyyəsi yüksəlir və qısa müddət üçün özümüzü yaxşı hiss edirik. Telefon bildirişləri də eyni reaksiyanı yaradır. Lakin problem ondadır ki, beynimiz bu siqnallara öyrəşir və hər yeni bildirişdə gözləmə effekti yaranır. Bu zaman stres hormonu kortizol yüksəlir və nəticədə biz özümüzü gərgin və yorğun hiss edirik. Bildirişlərin səsi, titrəyici və vizual xəbərdarlıqlar beynimizi daim aktiv saxlayır. Hətta telefon səssiz rejimdə olsa belə, gözlənti beyni yorur və diqqətin dağılmasına səbəb olur. Araşdırmalar göstərir ki, hər 5-10 dəqiqə diqqətin pozulması zehni yorğunluğu 30-40% artırır. Mütəxəssislər bildirir ki, bu vəziyyətdən qorunmaq üçün bəzi sadə üsullar mövcuddur. Bildirişləri yalnız vacib olanlarla məhdudlaşdırmaq, işləyərkən telefonu yanımızdan uzaq saxlamaq beyin üçün stresi əhəmiyyətli dərəcədə azalda bilər. Belə kiçik dəyişikliklər həm diqqəti artırır, həm də gündəlik stresi idarə etməyə kömək edir. Deməli, telefon bildirişləri sadəcə mesajlar deyil, beynimiz üçün kiçik stres bombalarıdır. Onları idarə etməyi öyrənmək həm sağlamlıq, həm də zehni rahatlıq üçün vacibdir. Nigar Abbasova, 525-ci kanal.